Ronaldo'nun Səudiyyə Ərəbistanının Əl-Nəsir klubu ilə müqaviləsi ilin sonunda başa çatacaq. Portuqaliyalı ulduzun karyerasında növbəti mövsümü harada keçirəcəyi ilə bağlı şayələr artmaqda davam edir. Müzakirə olunan mümkün variantlar arasında Türkiyənin Beşiktaş klubunun adı da hallanır. Müəyyən olunub ki, Ronaldo'nun Manchester United'də birlikdə çalışdığı, hazırda isə İstanbul klubunun baş məşqçisi Ole Gunnar Solskjaer futbolçunun xidmətində şəxsən maraqlıdır. Qeyd olunur ki, Norveçli mütəxəssis bu istəyini klub rəhbərliyinə də çatdırıb. Beşiktaş klubunun rəsmiləri isə konkret cavab verməyiblər. Britaniya mediası 40 yaşlı forvardın müqaviləsi başa çatdıqdan sonra keçə biləcəyi 5 potensial klubun siyahısını da təqdim edib. Bunlar Portuqaliyanın Sporting klubu, Səudiyyə Ərəbistanının Əl-Əhli kollektivi, Amerika Birləşmiş Ştatlarının Los Angeles komandası, İngiltərə Premyer Liqası təmsilçisi Chelsea və Türkiyənin Beşiktaş klubudur. Cristiano Ronaldo daha əvvəl Sporting, Manchester United, Real Madrid və Juventus kimi klublarda çıxış edib. Onun hazırki klubu Əl-Nəsir, Səudiyyə Ərəbistanı Pro Liqasında 4-cüdür.